Qiymətin stateləri düzdür çoxdur, amma ki bunların hamısına bu seriyada yer vermək olmur. Ona görə də içindən əsaslarını seçib sizə öyrədirəm. Yəni qiymət yadınızda saxlayın ki, hər zaman eyni state-də deyil. Yəni eyni statal vəziyyətdə deyil. Başqa deyişlə izah etməyə çalışsam, yəni burada nəyi nəzərdə tuturam? Deyək ki, siz hansısa yanaşma istifadə edirsiniz. Məsəl üçün gündə nəsə belə olanda nəsə belə bir long girirsiniz, nə isə də deyək ki, belə siz bunu hər state-də eyni cür tətbiq edə bilməzsiniz. Çünki market bir növ yəni qiymətin gələcəkdə gəzə biləcəyi yerlər böyük randomluq olaraq mövcuddur və bu randomluq state-dən state-ə də dəyişir. Deyək ki, siz bir gün o əməliyyatı marketin balanssız state-ində götürdünüz. Məsələn, acceptance yoxdur. Qiymət discovery modundadır. Siz məsəl üçün deyək ki, buradan girdiniz, bura stop qoydunuz, aşağı düşəcəyini buraları hədəflədiniz. Deyək ki, bu gün bu state-də götürdünüz. Səhərsi gün siz həmin vəziyyət şamlarda bir-birinə oxşasa da marketin state-i fərqli olacaq. Siz ona görə də tamam fərqli nəticələr əldə edəcəksiniz. Bu çox vacib bir məqamdır. Bunu ola bilər bəzisi qəbullanmaq istəsin, bəzisi qəbullanmaq istəməsin. Amma çox vacib bir məqamdır ki, bunda eyni zamanda data analiz edərək fikir verməlisiniz ki, hansı state-lərdə hansı yanaşmanız çox daha yaxşı olar. Nəysə, bunu qoyaq bir kənara. Marketin hazırda iki state-i vacib ki, yəni necə deyim, state deməyim daha doğrusu, hərracın iki ola biləcək potensial hal haqqında danışım. Hərrac teoremini nəzərə alaq ikinci hissəsidir. Bu dərslərdən sonra gəlir order flow-un ikinci hissəsi. Ondan sonra ümumi mövzular, fundamental, riskli, kontrakt hesablamadır, əsas platformalardır. Bunlar üstündən. Bu arada platforma tutorialı olmayacaq bu top 50'nin içində. Platforma tutorialı ayrı seriyalar şəklində olacaq. Çünki ona bura yer verilsə 50 yox, gərək daha artıq dərs çəkəm. İstəyirəm top 50 sadəcə 50 dərsdən ibarət olsun, əsas mövzuları əhatə eləsin. Deməli, failed auction nədir? Qiymət hazırda balanslı hərrac tapdığı zonanı tərk edir. Amma kənarda qəbullanmış hərrac tapa bilmədiyi üçün əvvəlki zonasına məcbur qayıdır. Deyək ki, məsələn, qiymət baxın bu zonada qəbullanılıb, bu zonada zaman keçir, aşağı yuxarı, aşağı yuxarı. Bu deməkdir ki, qiymət bu zonada qəbullanılır, təkrar edirik. Burada həcm baxırıq ki, şişkinlik yaranıb. Bunun tam mərkəzi var və solduğu zonalar var. Kənarlara doğru kiçilən zonalardır. Yəni, kənarlara doğru böyümür. Bunu qoyduq qırağa. Amma bəzən biz görürük ki, qiymət ya bu balans zonasının altına keçir, burada dayana bilmədən qayıdır gəlir balans zonasının içinə. Və yaxud da burada qiymət balans zonasının kənarına keçir, üstünə qalxır, amma burada dayana bilmir. Yəni burada qəbullarını tapma bilmir, yenidən dayanmır. Ona görə qayıdır gəlir əvvəlki sübut olunmuş hərrac zonasına ki, artıq burada qəbullanma var. Və yaxud da burada ya qəbullanma tapmalıdır, ya da ki, davam edib daha yuxarıda bir zona içinə girməlidir və orada tapmalıdır. Qiymətin əsas məqsədi ən qısa yazsaq, balans nəzərə alsaq, sonra ardı ilə balanssızlıq və bir növ discovery edir. Yəni yeni kəşf edir. Bundan çıxır ona girir, bundan çıxır ona girir, kəşf edir. Hərrac teoremini sadəcə copy-paste olaraq yox, eyni zamanda bir kontekstdə böyük yararla baxmaq olar. Amma bəzi şeylər bilirsiniz, marketdə cəsarət istəyirsiniz də, yaradıcılığın özü. Çünki adətən hazır şeylər hər yerdə doludur. Baxırsınız, YouTube-da orada buradan baxırsınız, amma bir şeyi etiraf eləməyə, bir şeyi də özünüzdə güvənməyə cəsarət bir qədər çox çatmır sizdə adətən. Ona görə də burada cəsarət əgər yəni ki, özünüzün ayaqları üstündə durmaq istəyirsinizsə, çox mənada vacibdir. Eyni zamanda bir yanaşmada nəyisə nəzərə almaqda da vacibdir. Cəsarət eyni zamanda orada vacibdir ki, öz daxili, yəni necə deyim, daxili sizi
yəni daxili ən dəyərli olan orqanizm olan sizi tarixi sizin olan mühakimələrindən qoruyasınız. Yəni biz çünki necə demişdik, avtomatik negativ mühakimə maşınıyıq. Bunlar haqqında gələcəkdə yəni deyirəm dərs var. Gələcəkdə yox, yəni top 50 seriyasının içində dərslər var. Bu nə olur artıq? Siz deməli əməliyyatlarınıza daha bu hissələrdə, məsəl üçün deyək ki, belə vəziyyətlərdə siz deyək ki, heç nəyə baxmırdınız, sadəcə qalxdı, beləsinə şorta girirdiniz, düşdü, beləsinə lonqa girirdiniz. Siz artıq hərrac bucağından baxsaz, görərsiniz ki, yüksək həcmli yerin kənarından əvvəlki əməliyyatlarınızı burada götürsəniz, çox daha yaxşı nəticələr alarsınız. Hərrac teoremin kontekstindən failed auction belədir, amma bir növ məsəl üçün deyək ki, turtle soup və s. onlar da eyni zamanda failed auction tərəfindən dəstəklənir. Necə? Yəni qiymət turtle soup bu arada yəni klassik yanaşmalardan biridir. Texniki manipulyasiya yanaşmasıdır. Yəni bir növ qiymət bir dənə yerdə qəbullanma tapır, sonra qiymət onun üstünə atır və relativ, yəni bir-birinə yaxın olan highlar və yaxud da bir-birinə yaxın olan lowların altına keçir. Ondan sonra həmin yerdə absorption ola bilər. Sonra məcburən qayıdır əvvəlki sübut olunmuş dəyər zonasına. Amma turtle soup adətən şamların üzərində sadəcə götürülür. Sadəcə şamların üzərində götürüləndə ona ehtiyac olmur. Amma şamları sadəcə kənara qoyanda, yəni sadəcə şam datasının verdiyi nəzərdən baxmayanda, eyni zamanda əmrlərə baxanda, orada o olsa da olmasa da sizə böyük ideya qazandırır ki, burada bir başqa səbəblə də eyni zamanda siz lonqa girsəniz, sırf failed auction tərəfdən dəstəklənsə, hərrac teoreminin bir hissəsindən dəstəklənsə, bu çox irəli ata bilər sizin yanaşmanızı. Sonra balanslı hərraca fikir verək. Balanslı hərrac nədir? Qiymət sadəcə hazırda bir balanslı bölgədədir və burada hələlik edəcək heç bir şey yoxdur. Yəni bunun kənarlarına çox çıxa bilmir. Çıxsa belə tez qayıdır içinə. Buraları isə ən balanslı yerdir. Qiymətin ən qərarsız olduğu yer qiymətin ən yüksək həcmli olduğu yerdir. Əsla yəni ki, burada düzgün qərar verməyiniz çətin məsələdir. Yəni ən yüksək həcmli yerdə. Ən yüksək həcmli yerdəki girişləriniz çox az ehtimal olacaq. Çünki qiymət burada çox qərarsız olur. Çünki burada maraq həqiqətən çoxdur, aşağıda da, yuxarıda da qiymət buralarda ən çox çalxalanacaq, ən çox bezdirici hərəkət edib yerində dayanacaq yerlər olur. Bəs bunu deyək ki, lap nihayət öyrətdiklərini qoyun qırağa, öz yanaşmanızda nə kimi rolu var? Siz artıq daha yüksək POC-lərdə, yəni point of control heç nəyə qərar vermək olmaz. Market ən məqsədlədiyi yerindədir. Çünki baxın, bir edgin uğurlu olmasında səbəb nədir? Yəni hansısa bir statistiki modelin ona görə ki, mispricing nədir? Yəni qiymət hazırda görürsünüz ki, olması gerəkən yer burada, amma qiymət hələ də buradadır. Siz onun orada olacağını düşünərək əməliyyat götürürsünüz. Qiymətin daha olmaq istədiyi yeri hədəfləyərək siz əməliyyat götürürsünüz. Amma qiymət hal-hazırda olması gerəkən yerdədirsə, hansısa bir mispricing yoxdur. Yəni hansısa bir qiymətə qeyri-layiq bir qiymətdə deyil. Və bu mispricinglər, bu edglər zaman keçdikcə get-gedə azalır. Və siz də ki, bu cür yerlərdə əməliyyata girərək öz şansınızı qat-qat daha da azaldırsınız. Mən bunu yəni qlobal danışıram sizə. Sırf order flow bucağından danışmıram. İstənilən yanaşmada siz istər nə trade edirsinizsə eləyin. Fərqi yoxdur. Mən marketin qlobal bucağından danışıram. Mənə maraqlı deyil ki, siz orada nədən əməliyyata götürürsünüz, nə əməliyyatına girirsiniz. Böyük ehtimalla riyazi bir körpü yoxdur ortada burada. Amma yəni mispricinglər, yəni qiymət deyək ki, hazırda layiqli olduğu yer buradır, amma qiymət buradadır. Buradan bura short götürmək yüksək ehtimaldır. Amma qiymət artıq burada olandan sonra qərarsızdır. Buralarda çalxalanacaq. Böyük ehtimalla artıq olması gerəkən yerdə deyə
Orada nisbətən daha çox zaman keçirəcək. Orada nisbətən daha şey olacaq, qərarsız olacaq və siz də buralarda girişlər eləməyə çalışarkən də siz də çox tez-tez tələyə salacaq. Qiymətin belə bu balanslı hər radisində olması. Yəni burada edge, yəni hansısa bir model, statistiki körpü qiymətin hazırda olması gərəkən yerdə olmamasını görürsüz və olması gərəkən yerə doğru hansısa əməliyyat açırsınız. Deməli düşünərsiniz ki, məsəl üçün qiymət hazırda buradadır, deyək ki, amma hazırda düşünürsünüz burada daha, yəni qiymətin olması gərəkən yerdir. Qiymət oraya qalxacaq. Niyə? Çünki orada olması gərəklidir. Hərrac bunu tələb eləyir. İştirakçılar bunu deyir. Oxuyursunuz məsələn nə isə. Hə, deyək ki, hansısa bir yanaşmanız var. Hansısa bir yanaşma. Siz həmin hərəkəti ona görə götürürsünüz ki, qiymət hazırda mispricingdir. Yəni burada olması gərəkən yer deyil, burada olması gərəkən yer. Amma ki, hazırda bu olması gərəkən yerdədirsə, yəni qiymətin hərrac bucağından olması gərəkən yer point of control və yaxud da dəyərinin yüksək olduğu zona və yaxud qəbullanmanın yüksək olduğu zonadır. Hazırda oradadırsa, olması gərəkən bir yer olmadığına görə də ehtimal azalır. Qrafikdə məsəl üçün baxsaq ki, failed auction-a, bu əvvəlki videoda ona baxmışıq, daha fərqli günlərə baxsaq yaxşı olar. Məsələn, deyək ki, qiymət görürsünüz, hazırda deyək ki, buradadır. Qiymət hazırda deyək ki, buradadır. Siz deyək ki, buradan short götürübsünüz. Baxın, belə bir short götürübsünüz. Siz bu shortu götürəndə görürsünüz, sürətlə deyək ki, hədəfə gedib. Əməliyyat sürətlə hədəfə gedib. Bu niyə sürətlə gedib? Kefindən mi gedib? Sizə görə mi gedib? Sizə hörmət elədiyindən mi gedib? Xeyr. Bu sadəcə bura qiymətin layiq olduğu yer deyil, hərrac bucağından. Qiymət burada balanssızdır. Balanssız və hansı state-dədir? Discovery. Yəni bir növ kəşfiyyat, bir növ hansısa bir yeni qəbullanma zonasına doğru kəşfdədir qiymət. Sizin ona görə buradakı əməliyyatınız uğurludur. Amma burada istər məsəl üçün deyək ki, burasına qırılım çəkir bəzilər ki, bu qırıldı, belə gedir. Bu qırılım hər yerdə çəkə bilərsən. Amma marketin discovery state-ində olması məsələdir ki, market hazırda discovery state-indədirmi? Həmin yerdə qiymət az dəyərmi görüb, yoxsa çox dəyərmi görüb? Məsəl üçün, əvvəlki sessiyanın dəyər zonasını çəksək ura. Əvvəlki sessiyanın dəyər zonasını çəkəndə görürsünüz ki, qiymət onun altına keçir artıq. Impulsla onun altına keçir. Əvvəlki sessiyanın dəyər zonasının altına keçir və burada initiative sellers var. Bunları qarşı order flow dərslərində öyrənəcəksiniz. Bir neçə gün içində, yəni initiative sellers var. Buradakı responsive buyers. Bax, bunda balaca bir axşam var yuxarıya doğru. Buna responsive buyers deyilir. Yəni bu bir növ responsive o davrananlar burada qiyməti əvvəlki dəyər zonasının içinə sala bilmirlər. Və yaxud da eyni zamanda görürsünüz burada, gözləyin, burada qiymət bir qısa müddət ərzində balaca bir dəyər tapıb və o dəyər zonasının içini impulsla tərk edib. Price bir növ bir qəbullanma zonasına sonra discovery modundadır. Həmin discovery modunda deyək, siz məsəl üçün siz bura random deyək ki, qırılım çəkmişdinizsə, qəp çəkmişdinizsə və s. bunlar ona görə orada işləmiş kimi bir yanılğı verdi. Amma əslində onlar işləmir. Əslində onlar niyə işləmir? Çünki siz onu burada eləyə bilmirsiniz artıq. Məsələn, burada o xəttləri çəksəniz, burada o qrafiki bəzəsəniz, məsələn, qırıldı, əyildi, büküldü, daraldı. Bunları burada çəksəniz işləməyəcək. Marketə bir növ, yəni ki, elə suni şeylərlə baxmayın, elə oyuncaqla baxmayın. Bir növ daha peşəkar baxmağı öyrənin, daha peşəkar yanaşmağı öyrənin. Oyuncaq kimi baxmayın marketə. Marketə marketin özü kimi yanaşın. Marketə marketin özünün dəstəklədiyi bucaqdan yanaşın. Yəni ki, oyuncaqla qırdı, qırıldı, əydi, əzdi, çatlatdı, belə şeylərlə yox. Və görürsünüz, qiymət burada hələ də şey olmadığına görə artıq ondan sonra gəlir, burada artıq qiymət bir növ balanslı hərras tapır. Burada balanslı hərras tapır, qiymətin məqsədi buradan bura keçişdə, baxın bu idi. Buradan bura ona görə rahat gələ bildi. Qiymət bir
hərrat zonasının içindən digərinə rahatlıqla gələ bilir. Responsive initiative aktivliyi haqqında qarşıda dərs var. Başa düşməsəniz də narahat olmayın. Hətta kanalda da dərs var, amma ona baxmayın. Top həllinin içində onsuz da bir də daha gözəl izah eləyəcəm mən bunu. Və ona görə də hal-hazırdakı burada bu əməliyyat daha yaxşı olur və günün də qrafikinə baxsınız. Görürsünüz ki, qiymət bir hərrat zonasından çıxır. Burada qəbullanmama var, az balanslı bir bölgə var və digərinə girir. Yəni belə, amma günün məsəl üçün sonlarına baxsaz, deyək ki, burada qiymət hərrat tapıb. Amma bir şeyə fikir versəz ki, balaca hərrat zonasının altına keçir qiymət. Amma biz gəlin bunları silsək, görərsiniz ki, hal-hazırda günün dəyər zonası, günün ən çox həcminin döndüyü zona, bax bu hissələrdir. Yəni bu hal-hazırda qiymətin bu aşağı ki keçibi, bu hazırda bu dəyər gördüyü zonanın altına keçib. Qiymət deyək ki, hal-hazırda burada olduğu zamanda, hal-hazırda dünün zonası yuxarıda qalıb. Yəni günün, baxın bu dəyərli zonası, yüksək həcmin icra olunduğu zona yuxarıdadır qiymətlər. Və eyni zamanda dünənə də baxsaq, dünən də yuxarıdadır. Və bu gündən dünən üst-üstə ikisi də yuxarıda qalıb və bunları belə birləşdirəndə görürsünüz ki, son gün və əvvəlki günün əsas hərrat zonası yuxarıdadır. Burada da eyni zamanda yüksək həcmli zona var. Qiymət düzdür, bağlanana kimi ora çatmasa da bu bizə ideya verir ki, buradakı bu bir növ belə bir hərəkət cəhd göstərdilər satıcılar ki, initiative olsun, bu dəyər zonasından çıxsın, qiymət başqa bir yerdə geçsin, dəyər görsün, bu uğursuz olur. Qiymət bu hissədə failed auction, yəni uğursuz hərrat keçir və burada siz başqa bir yanaşma belə istifadə eləmiş olsanız, uğurlu olması ehtimalı çoxdur. Çünki bu günün bir bucaqdan, böyük bucaqdan baxanda bugünün və dünənin dəyər zonaları hazırda olduğu yerdən yuxarıda qalır, kəsişir, yəni yuxarıda qalır. Qiymətdən son gündə, ən son zamanda yuxarıda daha çox hərraca meyilli olur, daha çox qəbullanmağa meyilli olur və məhz buna görə də buradakı balaca yaratdığı dəyər zonasının kənarına, aşağılara belə güclə keçə bilmir. Çünki əsas maqnit zonaları, əsas qəbullanıldığı zonalar yuxarıdadır. Və buralarda götürülə bilinəcək bir long imkanı, başqa bir, hansısa bir deyək ki, konkret yanaşmanız var. Lap atıram, deyək ki, turtlesub istifadə edirsiniz. Deyək ki, məsəl üçün burada bir lov var, burada bir lov var, market bunlar manipulasiyadır. Failed auction oldu, yəni bir hərrat zonasının kənarından çıxdı. Burada götürüləcək bir long bəli. Nə hardan baxırsansa bax, daha barizdir, daha ehtimallıdır. Mən burada neytral bucaqdan izah eləməyə çalışıram. Mümkün qədər çox kontekst model vermədən sadəcə bu işin o top əldə özəyini öyrətməyə çalışıram sizə. Siz də ki, diqqətlə baxın, nə də olmasa, yəni burada sırf otağın içində nə olduğunu deməsəm də ki, yəni model nədir, kontekst nədir, nələrlə baxmalısınız marketə, hansı bucaqdan, sırf hansı yanaşmanı tətbiq edib də hansı yerdə qərar verməlisiniz ki, artıq siz niyə hardasa əməliyyata girməlisiniz, bu əməliyyata girməlisiniz, burada çıxmalısınız. Bunların hamısını qoyanda qırağa siz biləsiniz ki, hansı qapıdan içəri girməlisiniz. Çünki sizin qarşınızda sonsuz sayda qapı var. Biri bunu öyrədir, biri onu öyrədir, biri şey edir. Sizə də bir yanılğı olur ki, bir illüziya olur ki, hər şey doğrudur, mən hər şeyi öyrənim, hər şeyi bir-birinə vurum, daha da çox şey əldə edeyim. Böyük bir yuxudur. Amma görürsünüz, bəli, bu uğursuz hərratdan sonra, məsəl üçün, qayıdır gəlir qiymət bu zonanın içinə girir. Və ondan sonra da görürsünüz, dünənin və buradakı günün zonaları, dəyər zonaları buradan yuxarıda qaldığı üçün sonra qiymət tədricən həmin dəyər zonalarını görür və hətta burada yenidən kəsişir. Sən buranı çəksək görürsünüz ki, bu iki günün burada yüksək həcmli zonası növbəti gün yenə üst-üstə düşür. Bu da eyni zamanda overlapdir. Qarşıdakı dərsdə öyrənəcəksiniz bunlar haqqında. Qarşıdakı dərslərdə belə növbəti dərsdə görüşənədək.